Deməli, bu yuxarıdakı üzdən irağı görürsünüz. Özünü arvad kimi aparan, özünü qadına bənzədən bir dırnaq arası kişicikdir bu. Nə üçün bunu məşhurlaşdırırsınız? Nə üçün bunu qabağa çəkirsiniz? Nə qədər bu mövzularda təbliğat aparaq? Danışanda deyirsiniz ki, dövlət bunlara şərait yaradır. Deməli, mən bundan bir il əvvəl bu qadın paltarında çıxıb konsert verən bir qədəni paylaşmışdım. Ki, bunlara dəstək olmayın. Bunları paylaşmayın. Restoran sahibi məni yığıb dedi ki, sənə kim ixtiyar verir mənim restoranımı paylaşasan? Dedim, ha kişi, mən sənin restoranımı paylaşmamışam. Ora çağırdığın bu üzdən irağı paylaşmışam ki, gələcək nəsillərimiz buna baxıb pis örnək götürürlər. Dedi, onu ora çağırmağımızı istəyən millətdir deyir. Ora gələn izləyicilərdir, tamaşaçılardır ki, deyirlər filan kəsi çağır. Bugün bu üzdən iraqların qabağa getməyinə müəyyən insanlar dəstək olurlar. Bunlara hədiyyələr atırlar, bunlara krişalıq eləyirlər və sonra da bunlara deyirlər ki, get həmin pulla kasıb-küsuba yardım elə. Hansı pulla yardım eləyirlər bunlar kasıb-küsuba? Biz kasıb-küsuba yardım eləyəndə, biz yardım paylaşımları eləyəndə deyirdiniz ki, özünüzə prim yığırsınız, özünüzü göstərirsiniz. O qədər qardaşlarımız var ki, xeyriyyəçi qardaşlar, hər gün girib onların kommentariyalarında yazırsınız ki, bəs filan kəsin pulu ilə yardım eləyir, vedrə asmağa çalışırsınız. Və nə üçün? Bunun elədiyi yardım kimə lazımdır? Vallah billah, şərəfi olan adam, qeyrəti olan adam bu cür şəxsiyyətsiz insandan yardım qəbul edəməz. Acından ölər, amma ona deyər ki, sən mənim vətənimin adını bütün dünyada batırırsan. Çünki bu sosial şəbəkəni bütün dünya izləyir. Azərbaycanın oğulları tarix yazıblar, qeyrətli olublar, şərəfli olublar həmişə. Və çox təəssüflər olsun ki, bu cür özünü arvada bənzədən qədələrə qadınlar, qızlar dəstək olurlar. Məqsədləri nədir? Azərbaycan kişisini sındırmaq. İstəyərsinizmi sizin övladınız belə olsun, həyat yoldaşınız belə olsun, kürəkəniniz bu vəziyyətdə olsun? Hara gedirsiniz? Məqsədiniz nədir? Nə üçün belə edirsiniz? Ayıbdır, günahdır. Siz bunlara dəstək olmasanız, siz bunlara hədiyyə atmasanız, siz bunları qabağa çəkməsəniz, bunlar öz yerlərində sayacaqlar. Siz bunları qabağa çəkirsiniz. Əmin olun ki, birincisi Allah Taala bizim millətimizə bəla göndərəcək bu cür şəxsiyyətsizlərin sayı artdıqca. İkincisi, övladlarınız, doğmalarınız bu vəziyyətə düşəcək gələcəkdə. Axırda kişi tapmayacaqsınız ərə getməyə. Ayıbdır, günahdır. Bu cür şəxsiyyətsiz insanları qabağa çəkməzlər.